Niyə bilə-bilə özümüzü zəhərləyirik, həm də təbiəti çirkləndiririk? Gəlin yeni ili təmiz nəfəslə və sülhlə qarşılayaq. Yeni il gecəsi salютlar, atəşfəşanlıq bizim üçün bir şou ola bilər. Amma təbiət və canlılar üçün bu əsl faciədir. Mən bu il atəşfəşanlığa yox deyirəm və indi səbəblərimi də deyəcəm. O rəngli işıqlar partlayanda havaya zəhərli və ağır maddələr yayılır. Biz, evladlarımız, sevdiklərimiz yanvarın 1-i səhəri o zəhərli tüstünü ciyərlərimizə çəkirik. Atəşfəşanlığın səsi, işığı dəhşətli dərəcədə quşları qorxudur. Bir çox quş panikada ürəyi partlayaraq ölür və istiqamətini itirib binalara çırpılır. Pişiklərin və itlərin eşitmə qabiliyyəti bizdən qat-qat güclüdür. O partlayışlar onlar üçün dözülməz bir işgəncədir. Şəhərimiz çirklidir demək kifayət deyil. Onu qorumaq bizim əlimizdədir. Məsuliyyətli bir vətəndaş kimi bu çirklənməyə imtina edə bilərik. Gəlin dürüst olaq. Bir neçə dəqiqəlik görüntü üçün təbiəti zəhərləməyə, heyvanları qorxuya salmağa dəyərmi? Mən təmiz hava və səssiz bayram tərəfdarıyam. Bəs siz nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə bölüşün.